Qoca Səmədov, Yevlax rayon icra hakimiyyətinin başçısı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət almaq, 7 il 3 ay həbs cəzasına məhkum edilən sabiq başçının səhhəti nəzərə alaraq həbs müddəti 6 ilə endirilib. Həbsdə olarkən 3 dəfə əməliyyat olunan, 2023-cü ildə şərtli azadlığa buraxılan Qoca Səmədov həmin ilin dekabr ayında rəhmətə gedib. Nizaməddin Quliyev Ağstafa rayonunun keçmiş icra başçısıdır. 9 il müddətini azadlıqdan məhrum edilib. 2021-ci ildə koronavirusdan vəfat edib. O 10 il Gədəbəy rayon icra hakimiyyətinin başçılıq edəndən sonra elə saxlanıldığı il Ağstafa rayonuna icra başçısı təyin olunmuşdur. Digər İsmail Vəliyev Neftçalan icra başçısı olubdur. Demək, 10 il müddətini azadlıqdan məhrum edilib. Onun cəzası 6 il 2 ay kassasiya şikayətində endirilib və 2011-ci il tarixdən 20 fevral 2000-ci il tarixdə Neftçala rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Mahir Quliyev Biləsuvar rayon icra hakimiyyətində olub, başçısı olubdur. 11 il cəza alıb, amma 8 il 3 aya qədər cəza endirilib. William Hacıyev İmişli rayon icra başçısı 12 il həbs cəzası versə də Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib. Ceyhun Səfərov Kürdəmirin icra başçısıdır, olub. Demək, buna 8 il 6 ay iş veriblər və əvvəl 6 il, sonradan Ali Məhkəmənin qərarı ilə 4 il 6 aya qədər cəzası azaldılıb. Sonra da azadlığa buraxılıb. Namiq Zeynalov Cəlilabad rayon icra hakimiyyətinin başçısıdır. 12 il həbs cəzası verilib. 2023-cü ildə onun cəza müddəti 11 il 9 ay endirilib. 5 milyon manatdan artıq vəsaiti mənimsən və rüşvət alma yolu ilə ittiham olunub. Alim Paşa Məmmədov 11 il 6 ay həbs cəzası verilib. Şəmkir rayon icra başçısı olubdur dostlar bu şəxs. Daha sonra onun cəzası 10 ilə endirilib. O mənimsəmə, cinayət yolu ilə pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərini aşma, təkrar külli miqdarda rüşvət alma ittihamı ilə həbs olunub. İndi dostlar, bunu nəyə diqqətinizə çatdırıram? Bu qədər həbslər olur, bu qədər nə bilim, həbs olunan icra başçısı içəridə xəstəlikdən ölür, həyatını itirir. Amma görünən o ki, hələ də bir dərs almırlar, bir nəticə çıxarmırlar. İndi bunun səbəbi niyə nəticə çıxartmırlar? Ya həqiqətən də pul vəzifə şirin şeydir, biz onun ləzzətini bilmirik. Və bu dalğa yenidən gəldi. Qalxın icra başçısı həbs olundu və yəqin ki davam edəcək. Növbədə kimlərdir dostlar, onu deyə bilmərəm, amma davam edəcək. Dəyərli tamaşaçılar, elə yeri gəlmişkən bugün bir şəxs, keçmiş deputat, sabiq deputat Etibar Əliyev Nərimanov rayonunda ona kimsə onu hədələyir. Kimsə deyiləndə Təmraz Tağıyevlə bağlı şok açıqlama verib Etibar Əliyev. Etibar Əliyevdən Təmraz Tağıyevlə bağlı şok açıqlama. Məni hədələyir. Hədələyir. Bu savadsızı siz də tanıyın. Təmraz Tağıyev Nərimanov Bələdiyyəsinin əbədi sədridir. Bəzi akademikləri tənqid etdiyimə görə məni hədələyir, söyür, təhqir edir, şəxsimi təhqir edərək zona, region mənsubiyyətinə görə bu tənqidi doğru saymır. Bunu sabiq deputat Etibar Əliyev bildirib.
Rəhmətlik atam haqqında nalayiq ifadələr işlədir. Mənim Mehman Hüseynova güya seçkidə uduzmağımı dilə gətirir. Bərəkallah. Deputat seçkiləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının qərarı dəyişməzdir. Bunu hər kəs tərəddüd etmədən hörmətlə qəbul edir. Lakin Yeni Azərbaycan Partiyasının Nərimanov rayon ərazisi üzrə sabiq sədri Təmraz Tağıyev hələ də dövlətin bu ali qərarına şübhə ilə baxır. Yeni Azərbaycan Partiyasının Nərimanov üzrə ərazisi sabiq sədri mövqesiz mövqeyinə haqq qazandırmaq üçün avantürist Mehman Hüseynovun mənim üzərimdə qələbəsini təşviq edir. Etibar Əliyev yazır bunu dostlar. Sabiq deputat. Görün akademiklər kimin ümidinə qalıb? Mənim günümə baxın. Vaxtilə təkər yamamaqla məşğul olan bir şəxsinin özünə özünü siyasətə və yapa-yamamağı ayıbdır. O uydurur ki, güya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib, amma indi 100 hoqqadan çıxır. Əslində həmin aksiyada iştirak etməyib, tutduğu vəzifədən sui-istifadə etməklə milyonlar qazanıb, bunların əmlakı müzadirə olunub. Qarabağımızın dirçəlməsinə yönəldilməlidir, saxta regionçuluq ifşa olunmalıdır. Nərimanov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə şəxslərdir, ayıb olsun. Qərbi Azərbaycan icması belə avantüristlərdən xilas olmalıdır. Nifrətə malik olan belə adamının müqəddəs icmada nə işi var? O qeyd edib. Nifrətə malik olan belə adamın müqəddəs icmada nə işi var deyə Etibar Əliyev danışıb. Və dostlar, indi bu şəxsi tanımıram, hər halda qarşı tərəfin də mövqeyin verməyə hazırı. Elmdən, akademikdən söhbət düşmüşkən Emin Əmrullayevdən bir açıqlama var. Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir, nazir. Və bunu Emin Əmrullayev bildirib. O bildirib ki, müəllimliyi insanlar özləri seçir. Biz sertifikasiyanı buna görə tətbiq etmişik ki, daha yaxşı müəllimi seçək. 30 sualdan 30-una da doğru cavab verən müəllimlə 10 suala doğru cavab verən şəxsə müəllim demək ədalətsizlikdir. Bunu Emin Əmrullayev deyir. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmağı unutmayın və sizə çox maraqlı videolar var, onları təqdim edəcək dostlar. Demək, Fazil Mustafa, İqbal Məmmədov, Rəşid Mahmudov sosial şəbəkələrdə bunların videoları var. Müzakirələr gedir dostlar. Əziz dostlar, bax, bundan əvvəlki dəqiqələrdə mən icra hakimlərinin, adları çəkilən icra hakimlərinin həbs olunması ilə bağlı danışdım. Amma baxırsan ki, bir effekti yoxdur. Niyə yoxdur? Əvvəlcə gəlin Kənd Təsərrüfatı Nazirliyinin ittiham olunması ilə bağlı orada mütəxəssis yoxdur. Orada mütəxəssis yoxdur iddiasına. Həqiqətən mi kənd təsərrüfatında mütəxəssis yoxdur?
Nazirliyə qarşı sərt ittiham.